Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve selamı üzerimize olsun inşallah. Ramazan ayının 17. günü hamımız için mübarek olsun inşallah. Allah bu ayının hürmetine bizleri bağışlasın. İmam Muhammed Baqir aleyhisselam nəql edir ki, La siyame limen asal imam ve la siyame li abdin abigin hatta yerci'a ve la siyame li imra'atin naşizatin hatta tatuba ve la siyame li veledin ağin hatta yeber. İmam Muhammed Baqir aleyhisselam buyurur ki, bir insan ki oruç tutursa bu 4 şərtə əməl etməsə, orucu düz değil ve orucu batildir. Onlardan biri budur ki, o kəslər ki, oruç tutur, imamının, rəhbərinin, aliminin qarşısında itaətsizlik edir, onların qarşısında haqsızlıq edir, ədəbsizlik edir və onların fərmanına, hökmünə uymursa, yəni onu qəbul etmirsə, o insanların orucu batildir. Məcəlin ki, o imamdan, o rəhbərdən, o alimdən halallıq alam. İkinci, o bəndə ki, qaça ta qaydana qədər. Bir bəndə ki, bir sahibinin xidmətindədir, itaətindədir. Məsələn, ola bilər qul olsun, ya bir ağanın xidmətində hər hansı bir bəndə vardırsa, o əgər evdən qaçırsa, hər neçə gün, hər neçə ay, hər neçə il oruç tutsa da, ta qayıdıb həmin o sahibdən, həmin ağadan əgər halallıq almırsa, o insanın orucu batildir. Üçüncü, o xanım ki, ərinə, yəni həyat yoldaşına qarşı itaətsizlik edir. Yəni ona itaət etmir, onun qulluğunda durmur, onu saymır, bu xanımın orucu batildir. Məcəlin ki, gedə həyat yoldaşından halallıq alar. Dördüncü isə o övlad ki, valideyninin qarşısında itaatsizlik edir, ədəbsizlik edir, valideyninə ehtiram, hörmət qoymur və onu saymır. Bu adam da oruç tutsa, orucu batildir. Məcəlin ki, gedə valideynindən itaət edə, onun halallığını ala. Bəs insan çox diqqətli olmalıdır. Elə düşünməsin ki, elə bir dənə oruç tutur, ağzını, qarnını bağlayır, hər şey düzdür. Yox, oruç tutanın o qədər əsrarlı sirləri vardır ki, insan gərək çox diqqətli ola ki, Allah yanında orucu qəbul ola. Amma orucun hökmləri buyururlar ki, bir insan əvvəl gecədən ta sübh əzanına qədər, yəni sübhə qədər elə bilər ki, niyyət etsin. Və o gün də işarə etdi. Hökm deyil ki, insan elə niyyəti dilində desin. Bu günün orucunu tuturan qurbətən ilallah, Ramazan ayının filan gününün orucunu tuturan qurbətən ilallah, belə də desə də olar. Amma əsas budur ki, qəlbindən keçsin ki, Allahım, bu gün oruç tutacam sənin rızayətin üçün Ramazan ayının orucunu kifayətdir. Yəni, əvvəl gecədən ta sübhə qədər eləyə bilər ki, niyyət etsin. İkinci məsələ budur ki, bu insan bilə ki, Ramazan ayının orucudur. Yəni, Ramazan ayında oruç tutur, başqa günün niyyətini edər. Yəni, Ramazan ayının orucunda olula, başqa günün ya qəza orucunu, ya nəsr orucunu, ya müstəhəb orucunun niyyətini etsə, buyururlar ki, o insanın heç bir niyyəti qəbul deyil. Nə onda Ramazan ayının orucu ondan qəbul olar, nə də ki, ondan başqa niyyət etdiyi günün orucu ondan qəbul olar. Bəs bu insan elə bil ki, həmin günü boşuna ağzını bağlayar. Daha oruc sayılmaz. Üçüncü isə budur ki, əgər sübh əzanından qabaq oruc niyyəti edə bihuş olar. İnsan sübh əzanından qabaq niyyət eləyər ki, Allahım, bu günün orucunu tuturan qurbətən ilallah bihuş olar. Yəni, bihuş ağlı özündən gedər. Günorta zamanı özünə gələr. Yəni, sübh əzanından qabaq bihuş ola, ta günorta əzanı vaxtı özünə gəlsə, o insanın orucu
vacib ehtiyata əsasən düzdür və axşama qədər orucunu davam elətdirməlidir. Yox, əgər insan bihuşluqdan oyansa, sayğısızlıq etsə, desə ki, mənim orucum batil olub, yesə, o oruçluqdan sonra həmin günün qəzasını tutmalıdır. Yəni, diqqət edək ki, sübh əzandan qabaq insan niyyət elədi, bihuşd oldu. Bihuşd oldu ki, o əzandan yaxın ayıldı. Ayılarsa həmin günün orucu ehtiyatı vacibə əsasən düzdür. Yəni, axşama qədər davam eləməlidir. Əgər yesə, sonra gərək qəzasını tutar. Allahım bizləri bağışla bu ay hörmətinə, cəmi şəhidlərimizin ruhunu şad elə, cəmi əsgərlərimizi qoru, cəmi qazilərimizin sıxıntılarını həll elə, ölkəmizdə həmişə əmin-amanlıq, sabitlik bərqərar elə. Allahım cəmi xəstələrimizə şəfa inayət elə, ölkəmizdə həmişə əmin-amanlıq, sabitlik bərqərar elə və ağamız İmam Zaman əleyhissalamın zuhurunu təzil elə. Allahümmə accili vəlikəl fərəc və salli ələ Muhammed və ali Muhammed. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.